Salam, hər vaxtınız xeyir olsun. Deməli, mən sizə istəyirəm təlimin tam siyahısına bir nəzər salaq. Birinci təlimdə nələr var? Təlimimiz azad balansın intermittent fastingidir, yəni aralıqlı oruc təlimidir. Bilirsiniz ki, azad balansın sadə paket var, azad balansda orada metabolik qidalanma təlim olunur. İndi azad balansın aralıqlı oruc təliminə bir nəzər salaq. Deməli, birinci hər şeydən əvvəl biz öyrənəcəyik arıqlama nədir? Nəzərinizə çatdırım ki, burada əsas təlimlərdir. Bir neçə əlavə təlimlər ola bilər, köməkçi təlimlər. Onları ola bilsin ki, bura yazmamışıq. Arıqlama nədir? Birinci buna baxacağıq. Çünki bir çox insan arıqlamanı düzgün başa düşmür. Necə ki, məsələn, bizə yazırlar ki, mən bir aya 10 kiloqram arıqlamaq istəyirəm, mən 15 günə maksimum neçə kiloqram arıqlaya bilərəm. Bu suallardan başa düşülür ki, bu insan hələ bilmir arıqlama nə deməkdir. İkinci, intermittent fasting, yəni aralıqlı oruc nədir? Öz-özlüyündə nədir? Onu danışacağıq. Ardınca növləri ki, bu dərsdə, bu təlimdə çox diqqətli olmağı tövsiyə edirəm. Sonra detallara biraz baş vuracağıq və ən əsas nöqtələrdən biri nə yeməliyik. Düzdür, aralıqlı orucda belə bir deyim var ki, nə yediyindən çox, nə vaxt, hansı aralıqda yediyin vacibdir. Bəli, aralıqlı orucda belədir, bunu danışacağıq. Amma nə yediyimiz də çox vacibdir. Çünki nəzərinizə çatdırım ki, bizim bədənimiz kimyəvi bir laboratoriyadır. OMAD nədir? One meal a day, yəni gündə bir dəfə yemək nədir? Nə vaxt eləmək olar? O barədə danışacağıq. Əlavələr və checklist. Checklist nədir? Mən sizə orada çap üçün uyğun bir variant verəcəm. Çap üçün uyğun variantda orada siz onu çap eləyəcəksiniz. Gün ərzində nələr eləməli olduğunuz var. Onlara baxacaqsınız. Bir-bir onları elədikcə qarşısına işarə qoyacaqsınız. Bu sizin gününüzün plan üzrə getməsinə kömək olacaq. Keçək birinci başlayaq arıqlama nədir?